Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. YouTube-da qısa video və post olaraq paylaşdığım bir sualın izahına baxırsınız. Bunu məndən şəxsi də istəmişdiniz, həm də YouTube-da rəy olaraq bildirmişdiniz. Yəni o izləyicilərimi nəzərə alaraq bu sualın izahını vermək istəyirəm. Bu suallar inteqrasiya tipli suallar sayılır. Yəni cavabları oxuyuruq, məsələnin şərti ilə olan uyğunluğuna baxırıq. Yəni məsələnin şərtində aldığımız cavab nədirsə, bizim variantımızda da həmin cavabı axtarıb tapmalıyıq. Deməli, məsələnin şərti belədir. 681 AB. Nə deməkdir bu AB? Yəni üstündəki o xətt o deməkdir ki, bu ədəd 5 rəqəmli hər hansı bir ədəddir. 681 AB ədədinin onluqlarının sayı təkliklərinin sayından 61312 vahid az, yüzlüklərinin sayından 6131 vahid çoxdur. A plus B cəmi haqqında hansı fikir doğrudur? Bu sualın qısa cavabı, yəni qısa həll yolu odur ki, burada gördüyümüz bütün ədədləri biz toplamalıyıq. Necə ki, yəni toplayırıq, axırda da sonda nə alırıq? AB ədədinin nə olduğunu biz tapmış oluruq. Deməli 681 üzərinə gəlirəm 61312, üzərinə gəlirəm 6131. Cavabda bizə verir 68124. Yazırıq bura 68124-ü yazanda, gəlin yazaq. Deməli bu misalın cavabı, məsələnin cavabı 61000, yox 68000, bir dəqiqə. 68124. Həmin bu aldığım AB var ha, bax burada yazılan AB ilə buradakı eynidir. Yəni A bərabərdir 2-yə, B bərabərdir 4-ə. Bunların da cəmini istəyir məndən. Cəmi də 6-ya bərabər. Deməli bu məsələnin cavabı 6-dır. Biz də indi variantlarımızda 6 olan cavabı tapmalıyıq. A-da deyir rəqəmləri cəmi 5 olan ən kiçik 2 rəqəmli ədədin 2 mislinin rəqəmləri cəminə bərabərdir. Rəqəmləri cəmi 5 olan ən kiçik rəqəmli ədədimiz tapmış olsaq biz 0,5 yaza bilmərik. Çünki 0 ilə başlayan hər hansı bir ədədimiz yoxdur. Onun üçün yazırıq, onluqlara 1 qoyub təkliklərə 4 yazsaq rəqəmləri cəmi 5 olacaq. Və bunun 2 misli, 14-ün 2 misli 28, 28-in də rəqəmləri cəmi 2 və 8 10-a bərabərdir. Ona görə A variantı deyil. B-də deyir ki, radiusu 3 sm olan çevrənin xaricinə çəkilmiş kvadratın tərəfinə bərabərdir. Əgər çevrənin radiusu 3-dürsə, çevrənin radiusu 2 dənə radiusu kvadratın tərəfinə bərabər olacaq da. Yəni kvadratın tərəfi də deyəndə biz diametri nəzərdə tuturuq. Əgər radiusu 3-dürsə, kvadratın tərəfi 6 olacaq. Yəni radiusu 3 olan çevrənin xaricinə çəkilmiş kvadratın tərəfi 6-dır. Və yaxud da heç kvadrat çəkilməyib, radiusu 3-dürsə, bu çevrənin diametri 6-ya bərabərdir. Biz nə demişdik? Bir diametr bərabərdir 2 dənə radiusu. Ona görə cavabımız burada 6-dır. Gördüyünüz kimi 6 və 6 uyğunluq təşkil elədiyi üçün mən cavabımı B variantı kimi götürə bilirəm. Və yaxud da gəl C variantına baxaq. C-yə də, D-yə də, Y-yə də baxaq görək. Onlar niyə deyil? C-də deyir ki, sürəti 45 km/saat olan avtomobilin 135 km yolu gedəcəyi saata bərabərdir. T-ni tapmaq üçün nə edirdik? T də nə idi bizdə? Zaman idi. Zamanı tapmaq üçün gedilən yolu bölürdük sürətə. Gedilən yolu 135-dir. Sürət 45-dir. Deməli, nə edəcəyik? 135-i böləcəyik 45-ə. Bərabərdir. Sonu 5-ə vurmada və yaxud da 5-ə bölmədə sonu 5 ilə bitən hansıdır? Sən 3-ü 5-ə vursam 15 eləyəcək. 3 yazırıq. 3, 5-in 15, 1 yadda. 3, 4-ün 12, 1 də 13. Deməli 3-ə bərabərdir. Gedəcəyi saat 3-dür, amma mənim cavabım 6-dır. Onun üçün C variantı da deyil. D-yə baxıram. 5 kiçikdir, x kiçikdir, 9 bərabər silində. X-in ala biləcəyi ən böyük qiymətə bərabərdir. X-in ala biləcəyi ən böyük qiymət 8-dir. Çünki 9 olsa, əgər burada kiçikdir, bərabərdir işarəsi olsaydı, onda 9-un özünü də götürərdim. Amma 9 deyil, 8-dir. Və x-in ala biləcəyi ən böyük qiymət 8-dir, amma mənim cavabım 6 olduğu üçün D variantı uyğun deyil. Y-də deyir, yaşları fərqi 8, yaşları cəmi 26 olan 2 qardaşdan böyük olan qardaşın yaşının rəqəmləri cəminə bərabərdir. Əgər yaşları fərqi 8-dir, yaşları cəmi 26-dırsa, bu bizi hara apardı? Ədəd məsələlərinə apardı. Ədəd məsələlərində bunun yaş məsələsini dəyişdirib ədəd məsələsi eləsək, belə bir məsələ alarıq. 2 ədədin cəmi 26, fərqi 8-dirsə böyük ədədi tapın. Yəni ədədə çevirsək,
Bu formada yazılacaq. Yaş məsələlərində isə yaşları fərqi və yaşları cəmindən söhbət gedir. Yox, böyük qardaşın yaşını istəyirsə, sanki böyük ədədi tapmış olmalıyıq da. Biz sanki yox, elə böyük ədədi tapırıq. Gördüyünüz kimi iki qardaşdır və hər birinin yaşını ayrı-ayrılıqda bilmədiyim üçün mənə yaşları fərqi və yaşları cəmi deyib. 2 ədədin cəmini tapmaq üçün 2 ədədin cəmi və 2 ədədin fərqi deyilsə, böyük olanı tapmaq üçün nə edirik? Toplayırıq, 2-yə bölürük. Kiçik olanı tapmaq üçün çıxırıq, 2-yə bölürük. Mən bunu çox yerə reinteqrasiya eləyərəm. Niyə görə? Çünki məsələn, ədəd məsələlərinə inteqrasiya eləyərəm, kater məsələsinə inteqrasiya eləyərəm, yaş məsələsinə inteqrasiya eləyərəm. Yəni müxtəlif məsələlərə inteqrasiya eləmək olar. Katerə niyə dedim? Çünki məsələn, kater məsələsində katerin məsələn axın ilə verir, axına qarşı verir. Bunları toplayıb 2-yə bölsəm katerin sürətini tapacağam. Çıxıb 2-yə bölsəm çayın sürətini tapacağam. Yəni gördüyünüz kimi yenə də topla 2-yə böl, çıx 2-yə böl söhbəti gedir. Yaxşı, bəs bunu necə eləyək? Məsələn, yaşları fərqi 8, yaşları cəmi deyir 26-dırsa, topladım, 2-yə böldüm və böyük qardaşın yaşını tapmış olacağam. 26-nın üstərinə 8 gəldim, 34. 34-ü də 2-yə böldüm, 17. Deməli, böyük qardaşın 17 yaşı var. Sonra nə deyir? Böyük qardaşın yaşının rəqəmləri cəminə bərabərdir. Yaşının rəqəmləri cəmi 1 və 7, 8 olduğu üçün bizim cavabımızla uyğunluq təşkil etmir. Onun üçün cavabım oldu B variantına bərabər. Bu qədər əziz müəllimlər, növbəti izahlarda görüşərik. Sağ olun.